Təbii ki, bu oyunda hər iki komanda üçün qələbə çox vacibdir. Qarabağ isə qalib gələrsə bir daha qeyd edək, hətta turnir cədvəlinin şərəfli liderinə çevrilə biləcək. Bu gün eyni zamanda ikinci altılığın daha bir oyunu nəzərdə tutulub. Bakı vaxtı ilə saat 19-da Xəzər Lənkəranla Sumqayıt üz-üzə gələcək. Qurban Qurbanov yaxın planda sizə nümayiş etdirilir. Qarabağdan sonra ən az məğlub olan iki komandadan biridir. Inter və Bakı cari çempionatda cəmi 5 dəfə məğlub olublar. Topu özünü saxlamaq çalışdı, ancaq alımır. Agolli ilə hücum davam edəcək. Agolli qapıya birbaşa zərbə, lakin top qapıdan aralı keçirəcək. Bakı vaxtı ilə saat 20-də başlayacaq. Həmin qarşılaşma İdman Azərbaycan telekanalında sizə göstəriləcək. İndi Rauf Əliyev rəqib qapıçını keçə bilmədi. İndi müdafiədə etibarlı oynamağa çalışır. Əfran İsmailov rəqibini keçir. Qapı qarşı ötürmə. Edin Nuredinovski. Ristoviç, yenidən Rəhman Hacıyev. Bakı hücumu təhlükəli ola bilər. Ferdi Elmas qapıçı ilə üzbəüz qaldı, ancaq mərkəzə ötürmə dəqiq deyil. Hacı Əhmədov top ələ keçirir. Javadov, Torres, Cristian Torres cərmə meydançasındadır. Torres və qapıçı Nuredinovski. Heyətə istirahət verib, belə desək. Qapı qarşı ötürmə, Rauf Əliyevin zərbəsi və top dilin üstündən keçir. Oyundakı ən real gol imkanıydı bu bəlkə də. Rauf Əliyev Əziz Quliyevin ötürməsindən sonra topu qapıdan keçirə bilmir. Təhlükəli vəziyyət yarana bilər. Rauf Əliyevdən zərbə və Varvodiç. Miro Varvodiç komandasını qoldan xilas edir. Hacı Əhmədovun səhvindən sonra az qalıb Bakı futbolçuları hesab açacaqdılar. Rauf Əliyev, Rəhman Hacıyev, sağ cinata boşluq var. Məhz ora ötürülür top. Əziz Quliyev qapıya zərbə indirdi və top direğin yanından keçir. Çox meydana buraxıb. Bakı komandasında isə əvəzləmə edilməyib elə ki, Cristian Torres. Əfran İsmailov topu Torres'e dəqiq götürə bilmir. Ferdi Elmas, Rauf Əliyev, təhlükəli hücum ola bilər. Cavid Hüseynov və qapıçı Varvodiç topu ələ keçirdi. Admir Teli çox vacib anı təkrarı bir daha izləyirik. Topa toxuna bilir. Zərbənin bəlkə də qarşısını aldı və özü də zədələndi. 31 yaşlı Albaniyalı müdafiəçi, Albaniya millisinin üzvü. Milli komandamız üzvü Cavid Hüseynov artıq topu qapıdan keçirməyə hazırlaşırdı, ancaq Şəhriyar Əliyev topun Oparaya çatmasına imkan vermir. David Hüseynov səhvə yol verdi. Ferdi Elmas. Ancaq burada Varvodiç. Ferdi Elmas qapıya zərbə indirilir və Edin Nuredinovski cərmə zərbəsini Qarabağ futbolçuları yerinə yetirirlər. Agir Javadovdan qapı qarşı ötürmə zərbə Nuredinovski. Əla reaksiya, iki gözəl hərəkət. Muharrem zərbə indirdi. Edin Nuredinovski komandasını belə qoldan xilas etdi. Cristian Torres top oyuna daxil edir. Qapı qarşını ötürmə. Şəhriyar Əliyev topu uzaqlaşdırdı. Qayda pozulmuyor. Vaqif Javadova qarşı. Aleksandr Şoliç. Top meydanda saxladı Şoliç. Şoliç'in zərbəsi qapı tiri. Az qala topu qapıdan keçirəcəkdi Aleksandr Şoliç. Qarabağ komandasının bəxti gətirir. Tək başına topu müdafiədən ələ keçirərək irəliyə doğru irəlilədi və daha sonra sol ayaqla az qala Bakı futbolçuları təhlükəli əks hücum təşkil edə bilərlər. Şoliç sağ cinata boşluq var. Cavid Hüseynov burada irəliləməyə çalışır. Cavid Hüseynov sürətdə Rəşad Sadıqovu qabaqlayır. Geri ötürmə. Zərbə də indirilir və top tirin üstündən keçdi. Rauf Əliyev qapıçının bir qədər irəlidə olduğunu görür və aşırma zərbə ilə hesabı açmağa çalışdı, lakin top tirin üstündən keçdi. Qayda pozulub Vaqif Javadova qarşı. Javadov indi sürətlə irəliləyir. Opara. Yenidən Javadov. Hakim 11 metrik cərmə zərbəsi təyin edir. Penalti təyin edildi.
Təkrarı bir daha izləyəcəyik. Rəqibin qolundan tutub çəkirdi. Şəhriyar Əliyev məhz buna görə hakim 11 metrlik cərimə zərbəsi təyinidir. Təkrarı bir daha izləyək. Hər halda elə də. Almeyda, Qarabağın ən sərras futbolçusu topa yaxınlaşır. Richard Almeyda və gol! Richard Almeyda topu qapıdan keçirir. Neftçi komandasının qapısından 2 gol keçirmişdi. Qarabağın qalib gəldiyi oyunda sonuncu Neftçi görüşündə və yenidən Richard Almeyda sonradan oraya daxil oldu. Penaltini dəqiq yerinə yetirdi və Qarabağı hesabda irəli çıxardı. Vaqif Cavadov hücum xəttində ilk hissədə heç nə əliyyatda qalmadı, ancaq ikinci hissədə cinahda məhz onun sayəsində qazanılan penalti Almeyda da topu qapıdan keçirir. 1-0. Bəla Hüseynov. Mariusz Pera'nın zərbəsi var, Vodic. Dirir Şoric. Küncdən zərbə olacaq. Və görüşün baş hakimi oyunu yekunlaşdırır rəsmiləşdiricilər. Qarabağ Richard Almeyda'nın vurduğu gol sayəsində qələbə qazanır. Bununla da reportajımız yekunlaşır rəsmiləşdiricilər. Yayımın rejissoru Teyyub Məmmədov idi.